Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ile Bir Dəfə Hollywood'da serialı başladı. Namidar. Yatmısan? Hə. Bəs necə danışırsan? Nə bilim, yatanda danışıram da, məndə var belə xüsusiyyətlər. Ayrı vaxt mən yuxuda sayıqlayanda kiminsə adın yaxşır səni yaxamdan. İndi nə üçün inanmırsan ki, mən yuxuda danışa bilirəm? Bəsdir də. Özdə sən nə üçün belə gec gəldin yatmağa? Seriala baxırdım. Nə serialına? Gənə o Aşkın Memnu serialına 9-cu dəfə baxıb qurtarırdın. Yox, ay Namidar. Qəşəng serialdır. Elə maraqlıdır. Sən Allah, sən o türk seriallarına baxıb nə öyrənirsən onlardan? Maraqlıdır da, baxıram. Deməli, bu dəfə baxdığımda kişi arvadına xəyanət eləyir. Arvad da kişini izləmək üçün agent tutur. Sənin təmiz başın pozdu belə bu tür seriallarına baxa-baxa. Niyə? Deyəndə bir dalında danışım da, elə dalı da var. Hə, danış. Hə. Deməli, arvad öyrənir, bilir ki, sən demək kişi ona xəyanət eləyirmiş. And içir ki, onu öldürsün. İmkan düşən kimi ərini öldürəcək. İmkan düşdü. Yox hələ. Balışın altına bıçaq qoyub, hələ imkan olmayıb. Ay sonra bıçaq zad nədir? Bu nə vəhşilik deyirlər o serialda. Heç olmasa sıçan zəhəri versin də. Elə şey olar. Mən deyəndə ki, bu seriallar cahamatı pis olacaq ki, mənə inanmırlar. Sən də heç nəyi bəyənmirsən, ay Namidar. Seriallar real həyatdan götürülüb də. Reallıqda eləncədən şey olmuyor. Məsələn, indi sən deyirsən ki, mən sənə xəyanət eləyirəm. Nə ararsan mənə? Sən belə mənə xəyanət eləyirsən, hə? Deyəsən evin içində sən serial yaşamaq istəyirsən, ay Namidar. İçimə qurd düşdü. Yox, sən elə şey eləməzsən. Məsəl üçün deyirəm, nə? Məsəl üçün deyirəm. Yastığımızı dəyişək. Yox. Bu nədir o? Hə, bu bu şeydir də, qoymuşam başımın altına ki, pis yuxu görməyim də, qorxmayım yuxuda. Hə? O görə qoymuşsan? Hə, həri. Yuxum qaçdı, mən yatan mənəm ki. Niyə? Qarı yatıram. Bıçağa görə qorxdun? Yox. Hə, yox, qorxma. Onu mən başımın altına qoyuram ki, pis yuxu görməyim də. Hə, ona görə qoyuram. Narahat olma, sən rahat yat. Hayır, o görə də mən bilirəm də. Hə, ona görədir. Rahat yat sən. Amma bilirsən də, daldan vurmaq namərdlikdir. Kim olursa olsun. Ay Namidar, mən sənin vurum. Yat ki, sən elə şeylər fikirləşmə. Sən kişilərin ən sadiqi, ən vəfalısı, ən dürüstüsən. Ona görə yat, rahat yat sən.
O da içək öz sağlığımıza. Namidar, elə bayaqdan ancaq öz sağlığımıza içirik də. Yaxşıdır da. Can sağlığın nə pisdir ki? Nə qədər çox olsa o elə yaxşıdır. Mənə daha bəsdir, başım ağrıyır. Başın ağrıyır? Sən adətən başım ağrıyır sözün başqa situasiyalarda deyirdin. Bugün elə bir biraz tez dedin. Ponçik, gün çox maraqlı olacaq. Elə, nə yüzdür əlim. Onda mən tək başına içirəm. Mən bu həyəcanı ayıq başına çəkənmərəm. Gəl buna bax. Yaxşıya baxalım qırağına. Kimdir? Qorxma, qorxma. Pizza zakaz eləmişəm, onu gətiriblər yəqin. Az pizza vaxtıdır. Hər şeyimiz var da şükür Allah. Pizzanı gərək o xəmiri dolduraq qarnımıza. Nə edirik o? Mən yeyərəm də, sən yemə. Az mən nəfsimi saxlaya bilsəm, sabah tezdəndən bulvarda nəşə gedib qaçırdım. Görsən mən saxlayan biləm, nə nəfsim? Mən bu boydayam, gözümün ucbatından görürəm, yeyirəm. Namidar, bir tikə pizza yeyəcəm, burnumdan gətirdin. Yaxşı, gedib açıram, deyən görəm. Pizza. Oğlum vermişsən, verim. Bu nə sualdır? Qatdan vermişsən, hə. Gəl görək. Daha dur. Kuryerlikə başlamısan. Bu nədir? Ne kuryeri ya? Killeriye başlamışam Bir de bazım sonanın şeye salam bak. O elə. Namidar. Namidar, nə olur ölmə. Vuruldım mən. Namidar, nə olur ölmə, xahiş eləyirəm. 5 dəqiqə ölmə gəlirəm. Bu işler xahişlə olmur ki. Götür telefonu. Skorunu yığ. Namidar, Skorunu yığ. konturum yoxdur, özün zəng elə. Götür mənim telefonumdan zəng elə. Mən ölürəm. Namidar, bir dənə ala bunu. Bunu götür. Nədir o? Vəsiyyəti yaz da. Vəsiyyət vaxtıdır. Ölürəm. Namidar, sən ölüb gedəcəksən, mənim xeyrin dəysin də. Yaz bir dənə vəsiyyəti. Nə bu? Bıçaq yarası öldürməyəcəkdi. Amma sənin bu sözün öldürdü. Namidar. Namidar, öldün. Oy. Nə yuxuydu ya. Dedim yuxumu suya danışımı. Salam bana kürek gel. Ne dayı ne oldu sen? O yuxu dörmüş ki, hər şey realıymış ha. Namidar, nə olub burada? Heç nə, mən hər şeyi bilmədən eləmişəm. Özüm sənə hər şeyi danışacağım sonra. Ha bunun başı gedib ki. Ay Namidar, dur ayağa. Yo, əvvəlcə bıçağı al ondan sonra. Nə bıçaq? Qara basır səni. Yo, qara niyə? Dayan dur. Mən öldürməyə gəlməmsən. Ay sen öldürmek ola. Ay sen məhləpsi kimi elə bir 9 canın var senin. Mənim bir canım var. O da mənim bu həyat yoldaşım Sonya qurban olsun. Can Namidar, mənim canım sənə qurban olsun. Dur. Az. Bəs sən də bir söz deyirsən, şirin söz. O da əldən ayaqdan gedirsən. Nəysə etiraf eləmək üçün görə nəyə etiraf eləyir bu? Hə, doğrudan ya, ay Namidar, deyirdin ki, etiraf eləyəcəm sonra sənə, hə? Nə deyirdin? Yuxuda olmuşam da. Heç siz yuxuda öz-özünə cic danışan adam görməmsiniz? Yox. Yox. Mən birinci dəfə görürdüm. Sən yaşamamısan. Yox Namidar, sən pis yuxular görürsənsə, bu o deməkdir ki, gecə sənin üstün açıq qalıb soğuq olub sənə. Gedim zoğallı çay dəmləyim, gəl iç özünə gəlginə. Gedirəm dəmləməyə, gəlin sizdə. Ay, mənə bax.
o Sony elədiyim variantlar var ha. O məhək keçmir. Qulaq as, sən ümumiyyətlə mənim spalnimdə, mənim kravatımda nə işin var? Ha? Bacımın ögü. Yorğu dedim. Dedim gəlin biraz uzanım, gözümün acısını alın. Koymadınız. Mən elə bildim agent səni ya, gizli agent. Nə agent ha? Sonanı mənə vırdırmaq üçün tutduğu agent sən elə bildim. Mən agent deyirəm. Amma bundan sonra hər zaman agent ola bilərəm. Biraz aral uzanı ya. Mən sənin bacınla 14 il devliyəm, biz hələ bu məsafədə uzanmamışıq. Acı deyil sənə üçün. Nə ya? Dur yer gedə, dur yer gedə. Yaxşı görürüm. Dur acı budur, dur. Yer getmir. Acı budur. Nuş olsun. Bacım mənə biraz bal vermərsən. İstəyirsə qaymaq da versin, təmiz qaymaq. Qəşəng olar. 5 ulduzlu otelin zavtırıqı da öyle, ne var? Ya Allah'a şükür. Soruşmaq ayıb olmasın. Niyə belə kasıb süpürə deyil? Ay dayandır. Allah'ın olduğundan nəyimiz var? Hamısını süpürəyə düzmüşəm. Düz deyə Namidar gecə gündüz işləyir. Amma müdürü artırmır da maaşını. Müdür çox. Vicdansız adamdır. Amma bazı sən heç narahat olma. Ala bir 100 manatı cebinə etsin. Çox sağ ol. Çox sağ ol. Ay dayandır qardaş, payı bərəkətli olur. Sağ ol. Ata, bizim məktəbdə futbol liqası başlayır. Mənə pul ver, özümə gedim forma, bir də keta alım da. Görsən dayandır. Sən uşaqlara pis örnək olursan. Mən ona nətər deyim, pul yoxdur. Amma deyirəm, pul yoxdur bala. Olanda gelib alarsan. Dedi, olmadı da. Niyə kefir pozursun ha? Daim ölməyib ki. Bir dəqiqə deyən görmə. Ged özünə nə istəyirsən, forma, ket. Al yine. Thank you, Ank. Söz sömə. Tankov nə də? Ank nədir deyirsən dayva? Ya deyirəm ki, dayı çox sağ ol da İngilis dilində. Allah ruzumu artırsın dayandır. Allah min əvəzin versin. Amin, amin. Gözü götürməyənlərin gözü çıxsın. Amin, amin. Nə olur? Salmaçılıqdır səndən. Nə olub? Yox, elə bildim ki, gözün düşdüyü ocu var. Sizə nasıl olsun? Sağ ol, buyurun. Burada bir dənə səssiz qalmayıb. Yox qızım qalmadı. Elə olan oydu. Hamısı yeyiliblər, saçlı qalmıyor ki burada. Sən doymadın ki qızım. Çöldəki bir şeylər istəyirdim, onlara verin. Yenə mənim ürəyimdə olan bu heyvanlara qarşı sevgini oyatdınız da. Yaxşı. Kızım, gəl buraya daydan yanına. Gedirsən, pişikdilər də, 50 bəs onlara. Yox, elə 100 pişiklər üçün nə yemək var? Hamısını alsın, doyuzdur hamısını. Yaxşı? Get! Ay dayandır, Allah səndən razı olsun. Sən biyağdan yaman pul xərcləyirsən ha. Çox bərk xərcləyir səni. Bax, belənçi olmaz axı. O, xərcləməsin, gələr pul. Görə xərcləyəsən də pulu gəlsin. Dayandır. Ya sən o iş yerində müdürsən maaşı artırıb mənə xəbərim yoxdur. Ya da sən müdürə atırsan. O nə sözdür deyirsən mənim halalzadə qardaşıma? Ay, pul mənim deyil. Hə. Kimindir bə? Bıyaqları sən çıxmırdın. Şalvarın cibindən düşdü. Mən də götürdüm, qoydum cibimə. Yerdən tap. Al. Sən bir adam mənim pulumu xərcləyirsən. Sən bulun gəç olur ki. Yerdən tapışır, sən bulun deyil ki. Dayandır, sən o qədər döyərəm. Heç sən tüköy tapmazsın. Var, nə ya? Ay, mənim pulumu xərcləyirsən. Nə ya? Uşağın yanında səsimi qaldırmır. Çörəkcüzüyüm. Ay Namidar, ay dayandır. Gəl, keç hə. Hayır, sən, bilsən nəsən?
Onun xahişini eləmə məndən ta. Bir də adam onun xahişini eləməsin məndən. Namidar işin puluydu. Yo, atomun puluydu, vermişdim o. Qaytarım da onda ala. O biri getib pişiklərə ye, o biri yüzü. Dur satdı o, dur sat, gör xərcləməyib. Hə, yaxşı. Ay Dildar. Bax, sənin işin puluydu. Ay Dildar. Salam. Hoş gelmişsiniz. Salam olsun işgüzar insanlara. Salam mütəllim müəllim, xoş gəlmisiniz. Buyurun, nə lazım idi, siz gələsiniz. Ne lazımdı ne de he? Ben müşteri zaten ne lazımdı? Müdürüm ey be ben, müdür. Mütəllim müəllim, belə soruşmaq ayıb olmazsa, sizin işinizin, vəzifənizin konkret adı nədir? Adı? Sürücü. Ay mütəllim müəllim, bu sürücü necə müdür olur? Mən bunu heç cürə başa düşmürəm. Ben özümün hem sürücüsüyəm, hem de müdürüyəm. Bizim enke böyüğümüz var ha, ovçu müdürümüz, Namidar müəllim. O maşını sürür, ben de otururum onun sağında. Görsən necə enke şofirəm mən. Müəllim, bəs uşaqlar deyil. Uşaqlar gələ deyir, gələ deyir. Bilirəm nə deyəcək. Yerləri qada çatmır, nə bilim nə. Ayağım qada da çatır, hələ yolda görürəm. Vəssalam. Mütəllim müəllim, narahat olmayın, bunun da çarəsi var. İstəyirsiniz 50 eləyər. Nə çarə qoyuram? Müdür, bu bərbərlərin stolları var ya, belə fırlanır. Hə. Ayaqla da belə eləyirsən, qalxır. Ay sən. Ondan biri maşına quraşaq da. Nə bilim valla, deyirsən Allah. Ay müəllim, niyə alınmır? Əlimizdə deyil, 50 eləyərik. Bir də ki, gərək hamı bazarlıq işlə məşğul olsun. Hələ. Bəli. Ay, belə qəşək danışırsan. Hürgülü xatirələrim yadıma düşür. Uşaq vaxtı arzulayırdım ki, böyüyəndə aktyor olacam. Bəs nə oldu ay müəllim indi? Nə yerdə qaldı? Ay, görmürsən, böyümədim də. Şeydir bu. Yox, deyəsən çox yaxınlıq elədin ha, özünü yığışdır biraz. Ay müəllim, bu deyirsiniz aktyorluqdan qabiliyyət, fərasət belə. Ha. Ya nəsə eləyin bir baxaq da. Elə. Bəli, bəli. Qoy. Yaxşı. Mən dağları, daşları, göyləri, ulduzları, ayları, dünya aləmləri şahid çəkərəm. Bu qızları göstərərəm, soruşaram. Ay camaat, bunlara nə ad qoymaq olar? Hamı bir səsdən deyəcək, ölürlər. Mən cəmi millətləri bura yığıb təvəqqə edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər. O vədə bütün dünyanın tayfaları yığılıb bir yerə sizi bir səs dallandırarlar, ölürlər. Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb deyəcəklər. Ölürlər. Eşq olsun, mütəllim müəllim. Maşallah, əla. Gəlin sizin pencərinizi də geyindirin müəllim. Soğuk olar. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Ora aparsan, bunu belə versən, belə versən. Otur. Dayan dur. Bir dəqiqə dur. Hə. Sənin köməyimə ehtiyacın var. Hələ sizin mənim köməyimə ehtiyacınız çox olacaq. De görüm nə olum. Çox üzr istəyirəm bu Aynur məsələsi. Bəs dənə. Mən eşitmişəm ki, evdəkilərin adını çəkəndə üzr istəyirəm deyərlər. Bu restoranda işləyənlərin adını çəkəndə sən deyirsən üzr istəyirəm. Əşi, bu indi restorandakılar, evdəkilər fərqi nə deyə? Sən mənim dəndə görüm, necə eləyə bilərəm bu Aynurun könlünü alım? Gəl sənə bir sirr açım. Aha, sirr. Bilirsən necədir? Bu qızların romantik olanlardan xoşu gəlir. Amma sirr aramızda sirr. Yaman böyük sir oldu ya. Bunu heç kimə demərəm, heç kimə narahat olma. Heç kimi normal bir şey denə də. Normal deyəndə ki, mən eşitmişəm ki, bu qızların şeirdən xoşu gəlir. Sən şeiri deyəsən yumşalırlar. Gəl sənə
Bir şeir yazmışam, həmişə üstümdə gəzdirirəm onu. Amma başqa qızın adını yazmışam. Sən onu dəyişərsən, Aynur qoyarsan, güppüllat yesin. Çox sağ ol, dayandır, çox sağ ol. Bax, bilmirəm, sən xəcalətin nə deyəcək çıxacam. Amma narahat olma, çıxacam. Gəl. Tez elə. Aynur, Nə olub? inansa gecə yatmamışam. Niyə? Sənə bir də qəşəng şeir yazmışam. Belə bacarıqların da var. Bəslə. Oxu, maraqlıdır, görüm nə yazmısan. Oxuyuram. Ay Aynur, sən mənim ayım, nurumsan. Ömür binasında armaturumsan. Yəni bu armatur, yəni sütun, o mənada deyirlər. Mənə də deyirlər şurumburumsan. Bizimki alınar əgər hə desən. Durum nə yalandan nağıl danışım. Nə gözün gözəldir, nə də baxışın. O qədər var normal dostun, tanışın. Bəlkə mənə də bir iş düzəldəsən. Çox sağ ol, üzr istəyirəm. Özün necəsən? Yox. Gündüz, bu nə şeirdir? Sən başın xarab olub ha deyəsən. Yox, şeydir, mən şeydir olub burada. Sən nə demək istəyirsən? Mənə belə şeir yazırlar Gündüz. Hə? Axmağın bir axmaq. Armaturda özün sən eşitdin? Yox, bu şey mənasında deyil, bunun kimsə... Bu nəsi bilirdi mən? Dayandır. Gəl burada dur. Baba, burada. Sənin yazdığın şeiri çox üzr istəyirəm. Şeir deyən adamın dilindən pis sözlər çıxmaz. Bəyəndi? İtin sözün dedi mənə. İtin sözün. Vay. Onu belə eləyək. Əsas odur ki, bildik ki, bu qızın şeirdən xoşu gəlmir. Nə etməliyik? Dayandır. Allah and olsun, çox üzr istəyirəm. Olmadı ki. Yaxşı, sən işində ol, mən gəlirəm indi. Armaturum sən nəydi? Bir dəfə Hollywoodda. Nəyimni yığım? Görüntülü yığıram. Namdar müəllim, nə olub yenə mənim təcili yardım kimi yığmısınız? Emin, mən sənə bu işə görə pul verirəm, nə minnət qoyursan? Elə bil havayı işləyirsən, çox sağ ola işləyirsən. Tez papamla görüşdürmə. O gəlsin, yoxsa siz gedirsiniz? Sən darıxma. Mən gedəsi olsam səni də özümlə aparacam. Cəhənnəmə gedən özünə yoldaş axtarır. Sən də üçdə atalar sözü bilirsən, onlar da heç vaxt yerində işlətməyirsən. Deyim səsini çıxartmadan. Emin, gecə yuxumu qarışdırmışam. Gərək atamla danışım. Onda deyim, bəlkə yuxu yozan kitab da götürsün. Sən bu qədər artıq sual verməsən, iş öz axarında gedir. Namidar, hər şeyin üstü açıldı. Nə oldu? Vergidən gəliblər, kassaya verməyiblər uşaqlar. Yox, arvadım bizi öyrənib. Mənə tez elə, gidin bir damcı karvalı ol. Gidin bir ya da balakardın dilimin altına. Nə olub, zarafat edirdim mən. Gəl tez bunu imzala. Mən də zarafat edirdim. Yoxlamaq istəyirdim səni. Görüm, mənə çox istəyirsən, yoxsa mənim var dövlətimi? Bu nə söz deyim mənə deyirsən? Mən mənim elə qızam. Ürək gedən adama dərmandan qabaq vəsiyyətnamə hazırlayıb gətirən, ruçqa vərəq verən, oğa qol çəkməyə hazırlaşdıran adama nə deyərlər? Nə fikirləşim mən? Mən səndən heç gözləməzdim. Bu nə sözlər da sən mənə deyirsən? Sən bu dediyin sözlərin hamısını özümə təhqir hesab eləyirəm. Ayıb olsun sənə. Nətər olur ya? Qadınlar %100 səhv olduqları söhbətdən bir dənə ağlayaraq tərtəmiz çıxırlar. Rəhmətli atam düz deyirdi. Deyirdi ki, qadının ən böyük silahı
onun göz yaşlarıdır. Heç vaxt inanmıyor. Emil, hər ehtimal bu famanla yuxu yazma kitabında götürsün, bir iki sualım olacaq. Yaxşı, yaxşı. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Əziz yoldaşlar, əziz həmkarlar. Biz bugün güvən testi eləyəcəyik. Bir-birimizin güvənin yoxlamaq üçün. Biz bir-birimizə güvənməsək burada iş getməz. Ona görə fikirləşirəm ki, biz bu güvən testini eləməliyik, hamı bir-birinə inanmalıdır. İndi xahiş edirəm 2 nəfərlik paralara bölünək. Bölünmüşük, belə yaxşıdır. 2 para bölünmüşük. Namidar müəllim, mütəllimi bütöv sayaq yoxsa yarı? Ha! Mütəllim sənin kimi 5-10 manata onun bunun qabağında yıxılmır. Ürəyin istəyirsən yıxılarsan, mən də tutaram. O əla dedin, əla dedin. Bir yerin ki, bir nəslin ki, ağsaqqalı bu ola, bizim işimiz belənsi zülümət şür. Yaxşı, yığışdıraq bu məktəb zarafatlarını, özümüzü toparlayaq, güvən testini eləyirik. Deməli, burada güvən testi nədən ibarətdir? Məsələn, mən gözümü yumuram, keçirəm mütəllimin qabağına. Mən ona güvənərək özümü rahat, sərbəst şəkildə buraxıram onun üstünə. Buna inanmaq lazımdır. Hər adam inanmır. Əgər sən arxandaşına güvənirsənsə, o səni tutacaq. Güvənməyirsənsə, o səni tutmayacaq. Başlayaq elə... Yox, siz tələsməyin. Başlayaq elə gündüzdən. Gündüz buyur. Kimə güvənirsən aramızda? Çox üzr istəyirəm. Aynur xanım, sənə güvənə bilərəm də. Hə, güvənə bilərsiniz, narahat olmayın. Mən tutaram sizi. Ya Allah, çox üzr istəyirəm. Oy, nədəm Allah. Neydi o? Biabırçılıq oldu ki. Ay, sən arxaya getməlisən, sən. O güvəndiyi yeri seçməlidir də, partnyor bilməlidir. Çox üzr istəyirəm. Gözümü yumdum, belə bir başım biraz gizəlləndi. Bir də yoxlaya bilərəm də. Əlbəttə, bir də yoxlayaq, xahiş edirəm. Bir də eləyirəm. Namidar müəllim, bu deyəsən yenə qabağa yıxılacaq. Mən qabaqda dayanam. Hə, rahat. Ya Allah. Aynur xanım, sənə güvənə bilərəm ha. Hə, güvən. Amma bu nə var, bu? Yox, bu düz tuzlanmır da, bu düz tuzlanmır. Əsə düz gəlmir. Düz gəlmir. Çox üzr istəyirəm. Bu güvən testindən sonra travmatologiyaya gedə bilərəm mən. Hə, bir də get yoxlatdır özü. Sən mütləq lazımdır. Görsün, oğun çıxığın yoxdur. Namidar müəllim, istəyirsən belə bir test eləyim. Sofi xanım yıxılsın, mən tutum. Hə, Namidar müəllim, problem deyil. İstəyirsiniz biz göstərək sizə. Yox, lazımdır, ehtiyac yoxdur. Sizdə də alınmaya bilər. Amma mən mütəllimlə neçə illərdir bir yerdəyəm. Biz həm sinif yoldaşı olmuşuq. Bu universitetə girənmədi, əskəriyə getmədi. Amma neçə ildir biz bir yerdəyik də. Ona görə istəyirəm mütəllimlə mən göstərim sizə öz güvənimi. Hə, mütəllim, nətər bunları göstərək onu? Bəlkə lazımdır. Niyə lazımdır? O görsünlər də nə var, nə yox da, hə? Keç bura. Onu özümə dua eləyim də. Elə. Bunun bir dənə duası var. Bütün işlərini o alındırır da bu. Yoxsa bunun bir dənə işi alınandır ki. Getdik. Mənə oldu. Namidar müəllim. Namidar müəllim. Allah ya. Namidar müəllim. Yox. Bax. Testin zadın başını buraxın. Hərə dağılışsın öz işinə. Gəl. Gedək yoxlatdıraq özümüzü. Mənə oldu. Gedək özümüzü yoxlatdıraq o sən dediyin yerdə. Travmatologiyayla bir yerdə gedək. Başım istəyir. Gəl. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Bax yaz. Ajaxla Qarabağın qol-qolun yaz. Rahat vuracaq. Sığortalayaq da hər ehtimalda qol-qol yaz. Real Madrid'e Polşa. Hadi üst. Yox, 2 top yarım üst. Ay sağ ol. Nə qədər elədi? Bunlar ikisi. 5 əmsal.
Hə, 100 manat atıramsa 100 manat vur. 100 vur, 500 manat edir də. Mən sənin orada qalığımız 500 manat idi borcum. O ki sənlə Raşot. Yaxşı? Öpürəm, 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 öpürəm. Ay mədəniyyət deyiləndə niyyətində mədəsini tutan məxluq. İçəri girməmişdən qabaq bir qapını döyərlər, sonra bu rahatçılıqla gəlib oturarlar. Ay görmüsən əlim zanitdə, əlimdə konvert var. Elə bil konverti padnusda gətirirsən, mi? Amma xoşuma gəldin. Düzəlirsən yavaş-yavaş. Öyrənirsən müdirə konvert verməyi. Mən vermirəm, kimsə gətirib qoyub ora. Üstünə də yazıb ki, Namidərə çatacaq, məxfidir. Nəsə bu söhbət mənim xoşuma gəlmədi, bu məxfi söhbət. Elə mənim də xoşuma gəlmədi. O görə açdım, baxdım. Özün ağzında deyirsən ki, yazılıb üstünə məxfidir. Bu məxfi olan şey niyə açıb baxırsan? Niyə etik qaydalarla bu sənin problemin nədir? Hay, mədəniyyət yox, problem sən deyəndən də böyükdür. Hə, orada sənlə Sofinin şəkili var. Sofiya, problem var. Nə olub? Şəkillərimizi çəkib göndəriblər bizə. Sofiya, kimsə agent tutub bizim şəkillərimizi çəkdirib gizlin. Nə istəyir ki? Bilmirəm də, bəlkə də fotoqrafdır, elə-belə çəkib göndərib bizə. Bir başım çıxmır da, bilmirəm. Amma gizlin çəkilib. Bir bax dənə, çevir konvertin olsun. Orada nömrə yazıblar. Namidər, tez zəng elə gör nə istəyir də? Şəkillərimiz yayılsa, qardaşım görsə məni öldürər. Sən qardaşın dəhşətli adamdır. Sən qardaşından qabaq sonra bizim ikimizi öldürər. O mənə zəng edeyim, görüm bu nə istəyir. Baxışda nömrəsi var ya bu. Alo, salam əleykum. Namidardır bu saraydan. Nə qədər? Yaxşı, kart göndərməyə. Elə bu nömrənin WhatsApp-ına kart göndər. Nə dedi? Deyir, 1000 manat atmason karta, şəkillər çatacaq arvadı var. Elə 1000 manat? Hə, yaxşı qurtardım. Gedim tez aparatdan göndərim gələm, yaxşı? Heç nədə danışdığımız kimi. 500 sənin, 500 mənim. Yox, 500 mənim. Mən 50 manat o oğlana vermişəm, o zəng eləyən oğlana. Sonra parkovka yerimə adam görmüşəm, ona vermişəm. Bir də ki, şəkilləri çatdırmağa da. Belə alınmaq, yox. Belə eləyək də, sən necə? 400 sənin, 600 mənim. Yaxşı. Bir də amma mənə belə xırda pullara görə narahat eləmə. İdeya tapanda biraz sambalısını tap da. Sən çox xırdadır, mən gündə 6 manata işləyən adamam. Mənə laf yaxşı puldur. Görmə kimlə iş gördün də. Heç görmürəm, mal baxımın yerişindirdim. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Mama, yorulmayasan, kömək lazımdır. Sizin mənə köməyiniz odur ki, dərslərinizi yaxşı oxuyasınız. Mama, mən idman dərsindən 5 almışam. Aferin mənim ağıllı balam. Mən də rəsmdən 5 almışam. Aferin. Yaxşı, bunları başa düşdüm. Bəs tarixdən, ana dilindən, ingilis dilindən haçan alacaqsınız siz 5? Mən dərslərdən yox, gəl biraz həyatdan danışaq. Ay qızım. Hey mama, məsələn dediyinlə sən necə tanış olmusunuz? Hə, o. Deməli, mən bufetdə işləyirdim o vaxt. İşdən evə gedəndə gördüm ki, bu mənim dalımca düşür. 1 gün, 2 gün, 3 gün. Axırda 4-cü gün götürdüm çantanı, vurdum onun başına. Dedinin başındakı çapıq həmin o çapıqdır? Yox, o çapıq nişanda olub. Başını divara vurmuşdu. Mama, danır, sonra nə oldu? Sonra məlum oldu ki, sən demə bu mənim arxamca düşmürmüş. Elə onun da yolu oradan imiş. Mən də getdim bu məsələni, qapı qonşumuz var idi, rəfiqəm. Ona danışdım. O mənə nə desə yaxşıdır. Mama, nə dedi? O da dedi ki, dədi onun da dalınca düşürmüş. Yox, mənə dedi ki, bizim əməli başlı münasibətimiz var.
Neyse günlər belə keçdi. Bir də gördüm ki, gözlənilmədən Namidar gəlib bizə elçi gəldilər. Bizimkilər də elə o saat razılaşdı. Mən nəsə danışatma deyə, siz danışmadan elçilik oldu. Sonra o qız, ifritə qız, gəldi bizə davaya ki, Namidarın atası qapını səhv salıbmış. Bizimkilər də dedi, nə danışırsan? Dayım, dedi, mümkün deyil, evlənməlidirlər, qızın adına söz çıxıb, yoxsa Namidarı öldürərəm. Dayandır dayı. Hə, dayın o vaxtı zavxoz işləyirdi, qılıncının dalı da kəsirdi, qabağı da. Dedi ki, öldürəcəm də onu. Atam ölmədiyinə görə siz yəqin bu söhbətdən sonra evlənməli oldunuz. Bəs o rəfiqə necə oldu? Kül onun başına. Deməli, burada gül kimi kassir işləyirdi marketdə. Bir dənə xariciyə ərə getdi, çıxdı getdi Almaniyaya. İndi orada yaşayır, restoran işlədirlər zülmlə, zillətlə. Mama, onda dediyinə sizin aranızda lav olmayıb. Hə, dediyinə lav olmuyor. Bu da bax, o deyir, bu da onun ağzından alır. Lav olmasa da siz hardan olurdunuz? Əlbəttə ki, olub. Yerin gedin dəstəvizi eləyin. Mən maraqlı deyə biraz da danış da. Elə bir yarım arvad deyə. Ay qız, get dərslərini oxu, bunların maraqlandığı məsələlərə bax. Dərsinizi yaxşı-yaxşı oxuyun, gəlib yoxlayacağım. Mənə bax, iki arvadam oturub uşaqlarını nə danışıram. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Razılıq yox deyəm, nətər idi o, razılıq verəcək atanla anan, yox, razılıq verəcək ananla atan. Aynı. Salamatçılıqdır Gündüz. Çox sağ olun, Sofi xanım, siz necəsiz? Mən sənə hal-əhval soruşmuram. İş vaxtı dəhlizdə boş-boş nə oturmuşsan, onu soruşuram. Sofi xanım, həyəcanlıyam. Bilirsiniz, Aynur xanıma üz yanmışam, istəyirəm ona evlilik təklif edeyim. Belə. Romantika. Xoşum gəlir belə şeylərdən. Necə təklif eləmək istəyirsən? Denəm bəlkə sənə köməyimdə idi. Bilirsiniz, necədir, Sofi xanım, istəyirəm ki, dizlərimi atım yerə belə, deyim ki, ay mənim ömrümə şirinlik qatan, günəş kimi çıxan, ay kimi batan, razılıq verəcək ananla atan, bir dənə hədinə sabah evlənək. Bax belə. Gündüz, sən utanmırsan? Yox, düz başa düşmədin. Nəyə düz başa düşmədimi? Mən kimlərin qədrini bilmə, get belələrinə evlilik təklif elə. Bax, gör nə deyirəm, əgər mən elə eləmişəmsə, çox üzr istəyirəm. Bir dəqiqə deyən neysən? Başa düşmədim. Belələrinə deyəndə kimi nəzərdə tutursan? Siz bizim söhbətimizə qarışmayın, zəhmət olmasa. Bir dəqiqə. Az qarışaram, o tərəfə də keçərəm də. Az özünüzsüz. Az da varsan. Olmadı ki, Sofi xanım. Bu üzüyü sənin üçün almışdım da. Sənə evlilik təklif eləmək istəyirdim. Necə eləyəcəkdin ki? Belə də düşünəcəksən, dizimi atacam indi yerə. Valla dizim də ağrıyır. Deyəcəm ki, ay mənim ömrümə şirinlik qatan, günəş kimi çıxan, ay kimi batan, razılıq verəcək ananla atan, bir dənə hədinə sabah evlənək. Necədir Aynur xanım? Bayaq da belə deyirdi. Başın gedib sənin. Razısan? Yox, mənə məndən qabaq başqasına deyilən şeir lazım deyil. Yox, Aynur xanım, gör sənə. Düz deyir də Gündüz. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Oho, bu ne da ata? Ata yox, Ricardi ata. Sen burada 60 yıl ağqara öz həyatı yaşadın. Bu nedir, ora gedəndən həyatı hər gün bir rəy qatırsan? Bugün oyunumuz var. Pele, Maradona hamısı bizim komandadadır. Amma bir əmma var. Ne amması var ki? Biləm də orada cəhənnəm istisi var. Orada futbol oynamaq olar o istidə. Yox, bir nəfər oyuncumuz çatmır. Sənin ayağın top tutur da. Lap tutaq ki tutur.
mən buradan ora necə gələcəm futbola? Hə? Bir dənə balkondan aşağı boylan, sonra da gözlərimi yum. Əllərimi burax, 3 dəqiqəyə burdasan. Gör bir dənə futbola görə mənə elədiyin arzuya bax. Mənə yaraşır bu. İstəmirəm cəhənnəm olsun futbol gəlmirəm mən. Sən, mən, uşaq vaxtı heç bir dəfə top da almadı, nə mən futbol oynayayım. Mən yığırdım məktəbdən kağızları düzəldirdim, top basırdım onları corabın içinə, oyla futbol oynayırdım, mən. Ay oğul, sənin vaxtında futbol yox idi də. İndi var da, indi var. İndi də səndə o dux yoxdur ki, topun dalınca qaçasan. Sənin başın qarışıb ancaq qız dalınca qaçmağa. İndi mən nə qayırım bə? Öz ailəndən möhkəm yapış. Öz uşaqlarına vaxt ayır. Görürsən, mən sənə uşaqlıqda nəsə eləmişəm, illər keçir, amma o sənin yadında qalır. Ona görə də sən eynisini eləmə. Məsələn, Kamandar, oğlun, ən böyük arzusu nədir? Futbolçu olmaq. Ay sağ ol, çalış uşağın arzusunu yerinə yetir. Bəlkə biraz böyüyəndən sonra heç futbolçu olmaq istəmədi. Amma ən azından sən bir ata kimi onun arzuları üçün can atmalısan. Razıyam. Düz deyirsən. Nəysə, mən gedim, bu dəqiqə topu salıb qazana yandıracaqlar. Sonra yetərsən. Komandar anı, gel bir telefon ver va. Biraz tez git. 47 kvadratlıq evdə sonra yarım saate gedirsən. Bir tez git də. Komandar oğlum nətərsən? Bilirəm, ata sənin başına dönər. Komandar oğlum, sən haram formasını istəyirdin, futbol formasını? Alacam o isə, alacam. Pupa sə forma da alacaq, sə top da alacaq, sə keta da alacaq, şortik da alacaq, zorabın da alacaq. Futbol oynayarsan özün üçün, yaxşı bala. Sən bir də yeməcəyə diqqət elə, hamısını pupa səyə eləyəcək. Yaxşı, mən də kis, sağ ol, sağ ol. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı bitdi.